Müəyyən qədər baxışlarım öz təqdimatında açıqlayacaq falan neçə hökumət təşkilatları deyəcək. Biz bugün çalışırıq maksimum sərbəst olaq. Mən çalışacağım ki, moderator kimi onu təmin edəyəm. Ona görə də özümüzü gənc hiss edirik və soldan başlayırıq, özümüzü təqdim edirik, gedirik, belə saat istivarətində gəlirik. Çox rahat şəkildə, dediyim kimi, müəyyən vaxt çərçivələrini riayət etməklə tədbirimizi başlayırıq. Fikirlə buyurun. Fikrət Yusifov, hər birinizə bunu salamlayıram. Ekonomik Beynəlxalq İqtisadi Araşdırma və İctimai Qrupunun sədri. Təbəbəyə siz başlayın. Elməmbəd Muhir, Dostlaşma Fondu. Talih Yunsurov, Qala Sığorta Şirkətinin İdarətin sədri. Sirazlı Mirsaz, Gənclərin Təhlükəsizlik İctimai Birliyinin İdarə Heyəti üzvü. Səğət Əhmədov, Azərbaycan Meqalis İstihbarat Statisiyası. Sahil Fənərli Hədəf Şirkətlər Qrupu Baş Direktorunun müşaviri, hər birinizi salamlayan və tədbirin gedişinə uğurlar arzulayır. Nadir İsmailov, Orta Asiya və Güney Qafqaz Uzlaşma Şəbəkəsi İctimai Birliyinin sədri, əməkdar üzvü. Şahin Nəsrullayev, bu layihənin hüquqşünası. Aynar Rəsulova, Rabitə Bankın İctimai Tələbələr Şöbəsinin rəhbəri. Mirəli Seymat, Yeməkçilik İctimai Birliyi. Akif İsmailov, Vətəndaş Cəmiyyəti uğrunda mərkəzi. Agil Camalov, Ortaq Dəyərlər İctimai Birliyi sədri. Könül Bekova, Qarabağ Tələbələr İctimai Birliyinin sədri. BSC-dən Cəsarət Cüneyzadə, İnformasiya və Sosial Təşəbbüslər Dəstək İctimai Birliyinin sədri, Qeytas saytında. Müsəllə Hüseyinli, İslahatçı Qadınlar, Sayın Marsalar İctimai Birliyinin rəhbəri. Fariz Əkbərov, Hüquqi Sosial Yardım və Mühafizənin İctimai Birliyinin sədri. Müsəllə Həsrətli, Bakının Rəqamətkar Departamentinin aparıcı direktoru. Bizim təqdimatımız Azərbaycan PSN təcrübəsində qaldı. İstəyirəm Azərbaycan haqqında mesajı məlumat verim. Dövlət şirkəti Azərbaycan Prezidenti Cənab müvafiq sərəncamı yaratdı. BSC 5 iyul 2016-cı tarixində fəaliyyətə başlayır. Şirkətin əsas məqsədi dövlətimizin iqtisadi siyasətinin quruluşuna, müqavilələr sahəsində yeni sektorun tələbsiz istiqamətində fəaliyyət göstərir. Bu mənada təbii resursların dayanıqlı inkişafa və sosial rifaha çevirmək hissəsini yol açdı və əsas dəyərləri ətraflılıq, sosial məsuliyyətli, şəffaflıq, əməkdaşlıq, innovativlik, dürüstlük və dayanıqlıq. Azərqoldun iki törəmə şirkəti var, Daşkəsən Dəmir Sistemi. Eyni zamanda sırf dəmir istehsalı ilə məşğul olan şirkət Daşkəsən rayonunda yataqlarının istismarı həyata keçirəcək, artıq bu işlər gedir. İkinci bir şirkət Azərqold Stratejidir, o da özəl dövlət əməkdaşlıq modeli əsasında qurulub. Dağ mədən sənayesində istifadə olan mülki partlayıcıların istehsalı ilə məşğul ölkəmizə şəhərində fəaliyyət göstərir. Eyni zamanda 2024-cü ildən etibarən Azərqolda gərək və digər yataqlanışlarımız üçün xarici şirkətlə bağlanmış məqsədli pay bölüşdüyü sazişə əsasında Azərbaycan dövlətini təmsil etmək səlahiyyəti verilir. Növbəti şəkil olması istinad edəcək. Biz ötən il kitab köşkü uğraşdırdıq Daşkəsən rayonunda və bu köşk 24 saat fəaliyyət göstərir və açıqdır. İnsanlar burada gəlib müxtəlif növlərdə bədii ədəbiyyat, Avropa ədəbiyyatı, klassik ədəbiyyat, özlü inkişaf, non-fiction, elmi ədəbiyyat, müasir kitabları götürürlər, oxuyurlar, mütaliə edirlər, ondan sonra yerinə qoyurlar ki, digərlərdə faydalansın. Ona maraqlarınız üstünür. Maraq kifayət qədər var, mən statistikanı təqdim edə bilərəm. Biz rübli əsasında ən çox kitab oxumuş kənd sakinlərinə hədiyyələr veririk. Motivasiya da yaradıblar, Bəli, data yaradır. Və biz də Bakıda oturaraq göl-göl getməkdən çox baxırıq ki, məsələn, bugün kimlər kitab oxuyur. Və 15 gün sonra artıq onun növbəsinə mesaj gəlir ki, siz kitabı tətbiq etməlisiniz, 15 gün vaxt verir. Həm bu məsuliyyət yaradır, 15 gün kitabı bitirsin. Həm də hesabatlı üçün yaxşıdır, təqdim olunur, kitabı qaytarır və digərlərində bu şansı qazanır. Biz sistemdən baxırıq ki, ən çox oxumuş, kitab oxumuş sakin nömrəsi var və buna motive edici hədiyyələr verir. Sonra fotodan
gördünüz, biz səyyar futbol tamaşaları təşkil edirik. Xüsusən bir uşaqlar üçün demək ki, mədəni maarifləndirmə istiqamətində teatra gedə bilməyən kənd sakini teatrın ayağına desək təşkil edirik. Sonra təqaüd proqramları haqqında bəhs etmək istərdim. 2021-ci ildən etibarən həm ali, həm peşə məktəblərində Azərbaycan fəaliyyət istiqamətlərinin uyğun ixtisaslarda təhsil olan tələbələr üçün təqaüd proqramı həyata keçirilir. Müsabiqədə qalib gəlmiş tələbələr Azərbaycan təqaüdü təqdim olunur. Tələbələr təhsil aldığı müddətdə hər ay 250 manat olmaq ümumilikdə 1800 manat təqaüd almış olurlar. Eyni zamanda həmin tələbələrə bizim istehsalat təcrübəli sahələrində təcrübə keçmək üçün şərait yaratılır və gələcəkdə işlə təmin olması istiqamətində müvafiq alınmalıdır. Bu istiqamətdə növbəti layihəmiz gələcək mədənçilik. Biz 9-cu sinif şagirdləri arasında seçim edirik. Daha doğrusu onların bilik səviyyələrini yoxlayıb, potensiallı tələbələri müəyyən edirik və 3 il müddətində hazırlıq kurslarını, intensif hazırlıq kurslarını cəlb edirik. Bu il 3-cü layihəyə qoşulan 8 nəfər artıq tələbə adını qazanır. Növbəti qeyd edim ki, peşə təhsili üzrə bu təqaüd proqramlarını həyata keçirilir. Bunun məsələn çingərdir, sonra qaynaqçıdır. Bu kimi ixtisaslara bizim istehsalat sahələrində çox böyük ehtiyac var və biz kimlər ki, məsələn, gəlib fərdi ixtisası müraciət edir, fərqdə ştatı olursa, bizim Gəncə Peşə Təhsili Mərkəzinə, əməkdaşlıq məqamının çərçivəsində onlar cəlb olunur peşə təhsilinə. Təhsil aldıqdan, bu onda yekunlaşdıqdan sonra biz Azərbaycanda işə götürülür. Bizim o tədbirlərdən olan görüntülər bizə təqdim olunur. Artıq 4-cü təqaüd proqramı qaliblərin mükafatlandırılması arasında. Növbəti slayda keçelim. Mesela çünkü tekrar adətən bizim nəzərdə tutduğumuz aşağısında olur. Çünki dağ mədən sahəsinə indi artır. Adətən bu sahələr üzrə o qədər də çox olur. Amma bizim marağımızdadır ki, daha çox olsun. Yəni, say limiti yoxdur. Əgər müraciət edənlər çox olarsa, yəni bu bizim üçün. Digər əsas məsələlərdən biri səyyar sağlamlıq məsələsidir. Səyyar tibbi müayinə aksiyaları həyata keçirilir. Bizim Bakı Sağlamlıq Mərkəzi ilə 5 illik davam edən əməkdaşlığımız var. Biz belə deyək, elə bilin ki, xəstəxananın köçürülü uclar kəndlərə bir həftə müddətində, minimum 3 gün müddətində orada müxtəlif sahələr üzrə yoxlamalar aparılır, müayinələrdən keçirir. Əgər xəstəliklər aşkarlanan sonunda Gəncə və Bakıda müalicəsi Azərbaycan həyata keçirilir. Artıq 5 ildir, bugünə qədər 2400 nəfərdən artıq yerli sakin 2363 fərqli səhiyyə xidmətindən faydalanır və hər il davam olunur. Bu bizim bu layihə. İkinci böyük layihəmiz Gəncə Autizm Mərkəzinin yaradılmasıdır. Lider Elektrikmonun təşəbbüsü ilə Bilgi və Sağlam İctimai Birliyin təşkilatçılığı. Bu da QHT sahəsində əməkdaşlığa verilməlidir. 2022-ci ildən fəaliyyətə başlayıb, 2023-cü ildə biz onun açılışını həyata keçirmişik. Bunlar hansılar ki, təhsil edir? Prioritet bunlar, 5 Yəni biz bu istiqamətlərdən bunlar ki, çox müəyyən bir... Həmsədiklərə bir təxəvvə yadır ama... Yəni bu istiqamətlər çərçivəsində həyata keçirilir. Təhsil və inkişaf, yəni bir sifətən tərtəbli və inklüziv. İnklüzivlikdə də əsasən kəskinləşdirilən şəxsiyyətliyə indi mən qısa olaraq digər slayda keçirəksiniz. Qısa olaraq bütün istiqamətlərdə indi mən həmin bu qeyd etdiyim istiqamətlərdə qısa olaraq həyata keçirdiyimiz önəmli bir cəvahirlərdən məlumatlar digər slayda keçirilən təhsil və inkişaf. Təhsil və inkişaf çox şahətli istiqamətdir. İl ərzində həyata keçirilən bir yeniliklərin
üçün mobil texnologiyalar üzrə seminarlar, karyera hazırlığı proqramları keçiririk. İlin ən uğurlu abituriyentlərinin mükafatlandırılmasını həyata keçiririk. Artıq 2018-ci ildə mütəmadi, yəni ara verilmədən bunu həyata keçiririk. Şagirdlər arasında oxu mədəniyyətinin təşviqini həyata keçiririk. Yaxın zamanlarda Salyanda belə bir parlaq imzalarla belə bir düşərgə yaradıldı. Uşaqlar üçün maarifləndirici tədbirlər keçiririk. Burada məsəl üçün uşaqlar öz hüquqlarını tanıması, məsəl üçün internetlə bağlı bilirsiniz, günümüzdə çoxlu problemlər yaşanır. Bizlər tərəfindən hətta olur ki, aldadıcı anlar olur. Uşaqlar üçün xüsusilə təhlükəlidir. Ona görə buna çox önəm veririk. Regional İnkişaf İctimai Birliyi ilə birgə bu artıq 6 aydır ki, davam edən bir layihədir və hər il demək olar ki, bu layihəni biz tərəf daşıyırıq. Region qadınlarının şəxsi inkişafına yönəlmiş layihəni həyata keçiririk və Azərbaycanda ilk dəfə Business for Business, Big for Big kitabının Azərbaycan dilində nəşri həyata keçiririk. Qeyd edim ki, bu layihələr sırf 2025-də, yəni 2025-də həyata keçirilən layihələri qeyd etmişəm. Digər slayda keçə bilərik. Elvin, digər slayd. İkinci bildirdiyim istiqamət milli mənəvi irs və vətənpərvərlik hamımız üçün çox önəmli bir istiqamətdir. Zəfərin 5 illiyində könüllü gənclərə özəl silsilə tədbirlərinin təşkilini həyata keçirmişik. Buradakı tərəfdaşımız Azərbaycan Könüllülər Təşkilatı İttifaqıdır. 150 nəfər gənci Quba Aeroplan mərkəzində biz topladıq. Onlar üçün silsilə tədbirlər həyata keçirildi. Bu sırf Zəfərin 5 illiyinə həsr olunmuş bir tədbir idi. Azərbaycan dilinə həsr olunmuş beynəlxalq simpoziuma dəstək demək olar ki, artıq illərdir ki, bu yöndə layihələr edirik, Azərbaycan dili ilə əlaqəli layihələr. Bu ilki seçdiyimiz layihə Türkiyənin Kaş şəhərində həyata keçirildi. 100-ə yaxın tədqiqatçı Azərbaycan dili ilə bağlı, ədəbiyyatla bağlı müəyyən seminarlar keçdilər, araşdırmalar aparıldı və s. Saytda çox ətraflı qeyd etdiyim layihələrlə bağlı məlumatlar, şəkillər, hər bir şey var. Bu məhsullar var mı hamısı sizdə? Bax, bu tədbirləri keçir, bunun geçim nəticəsi məhsullar hansıdır? Belki alimlər keçdi, çox yaxşı, Azərbaycan dili var. Məsələn, yekun kitab, monografiya, nəsə oldu mu? Yoxsa belə gəlib danışılar çıxıb getirir, bunu istəyir. Çünki bilirəm ki, üzr istəyirəm, əsas məsələ, daha mənim etiraz eləmişsiniz, tərəfərətli sosial məsuliyyətə dəyər yaratmaq məsələdir, nəticə olmalı. Nəticə olmasa, yaxşı qəşəng söhbətlərimiz budur deyirik, amma bu hər birinin nəticəsi. O baxımdan deyirəm ki, bu qədər zəhmət çəkirsiniz, dəyər verirsiniz, maliyyə vəsaiti yönəldirsiniz. Bunun bir nəticəsi olmalı. Yoxsa gedib arasa gedib gəlməklə məsələ bitir. O baxımdan soruşuram. Bu qeyd etdiyim layihədə hər hansı bir bildirdiyim, ümumiyyətlə zaten bizdə bütün layihələrdə bunu ümumi deyim ki, nəticə yönümlü layihələrdə bizdə bütün layihələr, yoxsa bu layihə yox. Və biz nəticə yönümlü layihələrimiz hamısını keçirdiyimiz layihələr var. Saytımızda girib bütün məlumatlar zaten görə bilirsiniz. Biz indi hər bir hesabat veririk ki, hansı layihəni etmişik, nə qədər büdcə və orada nəticə, yəni nə olur? Sosial olaraq bunun geri döndüyümüzdə nə olur? Amma bildirdiyiniz layihə üzrə hər hansı bir çap və s. bildiyim qədərimə yoxdur. Yenə də müəyyən dəqiqləşmələr edə bilərəm. Sadəcə olaraq burada nədir? Bu, Türkiyənin Kars şəhərində Qafqaz Universiteti fəaliyyət göstərir və bütün Türkiyədə yeganə Azərbaycan dilinin kafedrası olan bir universitetdir. Və bura, bəli, yeganədir. Başqa bütün Türkiyədə belə bir fakültet və yaxud da fəaliyyət yoxdur. Və bizə müraciət olunanda Xəzər Universitetində olmuşdu. Məsəl üçün, keçən eyni bu tipdə görüş Xəzər Universiteti Bakıda olmuşdu. Bu il orada olub və 100-ə yaxın, yenə deyirəm, ədəbiyyatçı, dilçi qoşulub. Burada hər hansı bir sizin sualınızı dəqiqləşdirmək üçün deyim ki, yenidən nəticə yönümlü olduğunu mən zaten düşünürəm. Çünki bu bizim dilimizlə bağlı bir tədbirdir. Orada hər kəs toplanır və bu dilin belə deyək də, yəni onlarla əlaqədə olanda dilin sıxışdırılması hardasa ola bilir ki, məsələn, bütün Türkiyədə biz çalışdıq ki, nəinki Azərbaycanda, regionda, həmçinin beynəlxalq şəkildə dilimizin inkişafına dəstək göstərir. Ona görə bunun özü də məncə böyük bir nəticədir və mən buna belə yanaşıram. Şəhətimiz əlbəttə böyük nəticədir, çünki Cənab Prezidentin son çıxışlarında bir var. Həm də Azərbaycan təhlükəsinin təminat şərtlərindən biri də dilin qorunmasıdır. Böyük dünyada, başqa bir söylədir, ən vacib zirəklərdən biridir. Sualınızı cavablandırdımsa... Yox, sadəcə olaraq istədim biraz rəng qatama, sizə. Yox, xoşdur.
Digər tərəfdən Azərbaycan dilinə həsr olunmuş beynəlxalq simpoziumun dəstək Bilik Günü ərəfəsində şəhid övladlarının məktəbli ləvazimatları ilə təmin olunması. Artıq illərdir ki, biz Bilik Günündə bu yöndə layihələr edirik və şəhidlərimizin yadigarları ilə bağlı da Yaşad Fondu ilə birgə bu layihəni həyata keçiririk. Bu il 1-ci 11-ci sinfi əhatə edən 900-ə yaxın şəhidin 1500-ə yaxın övladı üçün bütün məktəb ləvazimatları təmin olunub və bəli, qazilərimiz, Yaşad Fondu əməkdaşları bizim məsələ iştirakımızla onlarla görüşlər seçdirib və şəhid övladları üçün digər layihəmiz Unudulmaz Yay Düşərgəsi. Bu da artıq bəlkə də mətbuatda görürsünüz, uzun illər həyata keçirilən bir layihədir və biz burada dəyişməz tərəfdaşlardan biriyik. Yenə də qeyd edirəm ki, bunlar önəmlidir, çünki biz şəhidlərimizin yadigarlarını unutmamalıyıq. Necə ki, şəhidlərimizi unutmuruq. Digər slayda keçə bilərik. İnklüzivliklə bağlı bizim əsas istiqamətlərimizdən biri məhz inklüzivlikdir və biz inklüzivliklə bağlı çox geniş, çox şaxəli işlər görürük. Fiziki məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyası. Nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri keçiririk. Bu peşə təlimlərini artıq biz 10 ildən çoxdur ki, həyata keçiririk və peşə təlimləri çox müxtəlif artıq deyə bilərəm ki, sayı çoxdur, həddindən artıq dərzilik olsun, aşpazlıq olsun, şirniyyat olsun, dizaynerlik olsun, daha çox elmi getsə. Yəni, demək istəyirəm ki, bu yönü çox şaxəli biz inkişaf elətdiririk. İkinci, bizdə Azərbaycanda ilk jest dili saytı və ilk dəfə olaraq jest dili mobil tətbiqinin istifadəyə verilməsi. Bu yaxın vaxtlarda bəlkə də qarşımıza çıxdı. ADA Universiteti, ADA Fondu, BP ilə birgə Azərbaycanda ilk dəfə jest dili mobil tətbiqi istifadəyə verildi. Mobil tətbiq sadəcə girib sözləri görə biləcəyiniz bir tətbiqdir, çox zəngindir. İçində interaktiv dərslər, hətta siz girib orada mənim toxular edilir. Yəni, belə deyək də, adi bir jest dilini öyrənmək istəyən hər bir vətəndaş girib çox rahat bu tətbiqdən istifadə edib jest dilini öyrənə bilər. Yəni, bu qədər rahat, bu qədər zəngin bir tətbiq yaradılır. Dünya səviyyəsində bir tətbiq, belə deyək, mükəmməldir. Və Azərbaycanda ilk dəfə inklüziv, intellektual oyun turniri Şəkərbara Şou tərəfindən Kərbara Dəstək və bizlə birgə həyata keçirildi. Bu, Qafqazda da ilk dəfədir. Bildiyimiz kimi, intellektual oyunlar kifayət qədər çoxdur. Biz zaten artıq 10 ildən aşkındır ki, bir çox intellektual oyunu tərəfdaşırıq, məsəl üçün, bir yerə bölünürük. Amma artıq biz yeni bir cığır açdıq və bunu inklüziv, yəni cəmiyyət üçün etdik. Düşünürəm ki, çox uğurlu oldu. Çünki tədbirdən sonra bizə eşitmə məhdudiyyətli şəxslərin, iştirakçıların bir yalan olmasın, 90% yaxınlaşdılar və bildirirəm ki, bunlar üçün yeni bir təcrübədir və ayrıca bir bizim üçün də təcrübə belə deyərik. Çox xoş oldu ki, geri dönmə anında alabildik. Tədbir bitər-bitməz, yəni o geri dönmə biz alabildik. Və bunlar mağazalarında inklüziv xidmət, biz inklüzivliklə bağlı artıq yeni mərhələyə başladıq. Ön ofis işçilərimiz jest dilində artıq təlimlərə başladılar. Bunu daha yeni mərhələlərə aparmaq düşündük, həm telefon mərkəzlərində və s. bu inkişaf etdiriləcək. Və cəmiyyətimizə digər slayda zəhmətimizə keçək. Teşekkür ederim təqdimatınıza görə. Mən sizin sayta baxdım. Hətta layihələrlə müraciət qəsəmlə bağlı, yəni bu ayrılan büdcə nə qədərdir? Qabaqcadan müəyyənləşirmi? Məsələn, deyək ki, 2026 üçün 10 manat ayrılıb. Anladım. Biz 2026... Və bunu kim müəyyən edir? Anladım. 2026 üçün bir məlumat verə bilməyəcəm. Yox, mən 2026... 2025-də bitləyib, onun da məlumatını paylaşıb bilmirəm, amma 2024-cü ildə bizə 40-ı keçən layihə sayı idi və 2 milyon... Zaten kaldı. Əvvəla təşəkkür edirəm. Amma mənim üçün maraqlıdır ki, hansı konkret qeyri-hökumət təşkilatları ilə işləyirsiniz, onların adlarını bilə bilərikmi?
O dedi ki analiz edəcəyik. Yox. Sən sual vermək sizdən soruşmuram ki. Mən sizdən sualımı Karlara dəstək ictimai birliyi ilə çalışırıq. Necə? Karlara dəstək çalışırıq. Məsəl üçün, JESIL layihələri, eşitmə məhdudiyyətlərlə əlaqəli layihələrimizi. başa düşürəm. Hansı konkret qeyri-hökumət təşkilatları ilə? Bir dənəsi ilə? Azərbaycan Könüllülər Təşkilatı, Karlara dəstək ictimai birliyi, regional inkişaf ictimai birliyi ilə çalışırıq. Heydər Əliyev Fondundan. Məndə o analiz var, mən o... Orada qulaq asarım sizə, sizin analiziniz. Tələsməyində belə başlar. Ya səbir olan yerdə. Mənim səbrim var, bu özü var. Belə səbir edirəm sizə. Ben de aynı zamanda. Biz 26'sı bizim büyük bir konferans olacak. Orada elbette bütün şirketler var ama orada temsilcilik biraz farklı. Orada vatandaşlarla da görüş geçirirler ve baş vatandaşlarına teşvikler ve ideyalar var. Bu yaxşıdır. Mesela Narvun'un müşteri kurullarıyla ilgililer ve aktif müşteriler. Bu ideya. Sonra biz görürük ki, çok kısa müddətli proqramlar var, amma onlarda bu artıq mərhələni keçmiş orta müddətli proqramlar görürük, uzun müddətli proqramlar görürük. Amma bir çox böyük mənada götürsə, yəni bir neçə şirkətin çıxmaq şərti ilə çox kiçik müddətli proqramlar. Bu daha çox şirkət daxili trenddir ki, artıq əməkdaşların özü KSM fəaliyyətinə cəlb olunur. Bu bizim perspektivə baxacaq da əladır, yəni bu daha çox böyle effekt yaratır. Əsas top 5 mövzu. Bu çox məhdud. Yəni, bütün ölkə kontekstini nəzərə alsa, qeydindən baxmayacaqsa, özünüz görürsünüz, 5 belə bir mövzu var. Plus ola bilsin, biraz da sıxıb genişlər, 7 var. Amma o qədər də çox deyil. Yəni, bizim perspektivdə bu çox dar. Çox fokuslanmışdır, çox dar. Bizim bu, dövlətçidir. Əsas trendlər nədir? Əsas trendlər bu sayıları, yəni daha çox prosesi təsvir edir, nəticəni təsvir edir. Söhbət buradakı təqdimatçıları digər şirkətlər və qeydiyyələr baxsın deyə dəvət etmişik. Onlarda bunlarla bağlı su problemi yoxdur, amma ümumilikdə siz baxsanız, bu ancaq çıxış var. Amma outcome və impact dili olar ki, digərlərindən çox çətin davranış dəyişir. Uzun müddətli nəticələr. Hesabatlar mədəniyyəti asla formalaşır, var şirkətlərdə və statistik göstəricidə qeyri-müəyyənlik var. Biz işləyəndə çox çətinəcək. İnanın sizə deyim, iri şirkətlərin, bankların çıxmaq şərtinə qolunur ki, KSM-lə bağlı məlumat toplamaq belə bir ki, Tayland içində iynaq qeydiləri iştirak edir. Yox, çox çətin. Görməksə keçir. Hansı boşluqlar var? Onu da tez qısa keçib. Biz belə görürük. Əməkdaşlıqlar çox vaxt müəyyən bir tədbir, kampaniya və ya iyanə yığımı ilə məhdudlaşır. Cümlərlə bağlı, xəstəliklərlə bağlı. Bir ən vacib məsələ budur ki, biz çox tərəfli görürük. Daha çox şirkət büdcəsini həyata keçir və daha çox şirkətin strategiyasını tabidir. Biz burada qeydilərin bilavasitə layihə problemlərindən birbaşa daxil olması məhduddur. Bir də bu mənim düşünürəm ki, özümün tapdığı bir termin, ilk fürsət. Biz iri şirkətlərdən xahiş edirik, ilk bankalardan da, KSM tətbiqatında heç olmasa ilk fürsət mexanizmi yaratsın. Dünən burada şirkətlərdə qeyd edələrimiz var. Qeyd edələrdə neçə şirkətlərin sətəkiyiz, baxın, özellikle o tarzı qeydli ilə işləyirsə, devamlı pis deyil, biz də onunla işləyirik. Amma bu müəyyən bilirsiniz də, domino effekti yaradır, bir-birinə təsir. Yaxşı olar ki, ilk fürsət mexanizmidir. Bəlkə narda bu artıq var, yəni forma var, amma düşünürəm ki, bunu formalardan kənar, yəni siyasət səviyyəsində yapı çıxarmaq lazım ki, bəlkə seçək, indiyə qədər 2 ildən bir indiyə qədər işləmədiyimiz qeydli ilə işləyir. Məsələn, şərq tərəfdaşlığı forum var, bizdə onun üzvü, yəni var. Orada həmişə forum üzvü seçəndə mütləq kvota qoyulur ki, yeni üzvü seçir. İndiyə qədər işləmir. Yəni belə bir Məsələn, 50% köhnəlikdə, 40% yeni təşkilatlar olmalı. Məqsəd keçsəyində olmasa, hansı tövsiyələr var? Bunları o sizə göndərəcək, amma qısa keçsək. Tövsiyələr ondan ibarətdir ki, yalnız icra mərhələsində yox, həm də işləmə mərhələsində, strategiya müəyyənləşdirmə mərhələsində də qeydilən bir əməkdaşlıq konsultasiya. Düşünürəm ki, bu ancaq fayda verir. Ancaq fayda verir bilər. İkincisi, mən
yenə diqqətini çəkmək istəyirəm, peşəkar inkişaf. Ola bilsin, mən razıyam. Şirkətlərin ən çox tutduğu irad nədir? Mən bunu qəbul edirəm. Qeydilərin bəzən səriştəsi olur, bəzən KSM düzgün başa düşürük. Dünən burada çox sahədə şirkətlər çox yaxşı müzakirə var və KSM baxış tam fərqlənmiş şirkət. Onu qeyd edeyim sizə. Mətanət adam tutmuş referansa qədər buradaydı, onlar tam fərqli baxışları olur. Biz onu da qəbul edirik. KSM fərqli baxış ola bilər. Fəlsəfəsi də burada. Amma mən düşünürəm ki, KSM bizim indiki yüzləşdiyimiz çağırışda KSM fəlsəfəsini biz böyütməyə ehtiyac var. Bu nədən ibarət? Mən istəyirəm ki, vətəndaş cəmiyyətinin peşəkar formalaşmasına da kömək olsun. Ola bilsin, bəli, bu icma fokusu deyil, icma ehtiyacı deyil. Amma vətəndaş cəmiyyətdə bir tövfəli vətəndaş cəmiyyəti də ölkəmizin ən aparıcı və dinamik sektorudur və artıq ölkəmizin ən yumuşaq gücüdür. Siz bunu gündən görə görürsünüz, mən bu ayrıca danışmaq istəyirəm. Yəni, ola bilsin ki, bizim sərişlərimiz azdır. Niyə azdır? Çünki bizim mali imkanları, şirkətlər mali imkanları bir deyil və s. ilaxır. Yaxşı olar ki, bu məsələdə bizə kömək edirsiniz. Və ilk fürsət mexanizmi qeyd elədik olmalı. Hər il ola bilər, 2 ildən bir ola bilər, yeni qeydlər cəmləşir. Bunlar da aşağı-yuxarı bir-birinin təkrarıyla bağlı məsələdə. Bunlar biz sizə göndərəcək və amma daha çox diqqət buna çəkilmək istəyir. Mən düşünürəm ki, qeydlər əməkdaşlığı və konsultasiyanın müəyyən bir üstündən dayanıqlı format yaratır. Bir dəfə olsun, müəyyən anlaşma memorandumları imzalansın, müəyyən bir konsultasiya mexanizmləri olsun, bir dəfə, 2 ildən bir biz şirkətlər, QHT-lər, özəl sektor, vətəndaş cəmiyyət toplaşsın, bir gələcəyə baxışı müəyyən eləsin, gəldiyimiz yolu müzakirə eləsin. Bu da beynəlxalqdır, beynəlxalq təcrübədə mən dediyim məsələlər özə əksini tapır. Nə dərəcədə uğurlu seçimlər edirlər o sahədən, yəni kifayət qədər suallar yaradır mən hesab edirəm. Amma bütünlükdə bu tədbirdə iştirak edən ki, özəl sektorun nümayəndələr var ki, onlara iştirakə görə biz təşəkkür etməliyik, yəni afərin deməliyik ki, yəni digərlərinə seçilirlər, onlara qarşı münasibətimiz sözsüzlük yaxşıdır. Müəyyən məsələlər burada qeyd olundu, əksəriyyəti məni dəstəkləyən, xüsusən biz qalib gələn layihələr indi kiçik bir formatda oldu. Biz o layihələrə baxanda hansı təşkilatlar icra edir, belə olar ki, bizim ümidimiz yenə də qırılır ki, biz həmin özəl şirkətlərdən müəyyən sosial layihələr ala bilmərik. Çünki, yəni deyirəm, o QHT-lərin Azərbaycan cəmiyyətində rolu danılmazdır, yüksəkdir, yüksək qiymətləndirilir, mühüm rol oynayırlar. Amma bizim kimi klassik QHT-lərin o sosial layihələrə alması ciddi suallar doğurur və ona görə bizim QHT-lər də vaxtlarını və imkanlarını bu resursu sərf etmək istəmirlər. Çox gözəl təklif olundu burada. Zahir müəllim, Salih xanım da qeyd elədi ki, deməli bunun üçün hər hansı bir tutaq ki, indi mən NAR açıqladı şəffaf formada vəsaiti, elə ona diqqət ayıranda 2 milyon 40 layihə, təqribən 50 min layihədir. Ortalama 50 min layihələr verirlər. Bunlar ən azından tutaq ki, hər ildə bir 2 QHT-ni yeni, tutaq ki, 50 min yox, 10 min, bəli, çox gözəl tətbiq edir ki, 10 min, 15 min bir sınaq bir şeysin. Amma etiraf edək ki, bu bizim təkliflərin qəbul olunması şansı çox azdır və biz nə etməliyik? Mən hesab edirəm ki, burada Azərbaycan dövlətinin müəyyən mənada üzərinə məsuliyyət düşür, QHT agentliyinin üzərinə məsuliyyət düşür. Əvvəl axır Azərbaycan QHT-lərlə bağlı məsul. Çox yaxşıdır ki, Azərbaycanda da artıq fəal şəkildə işləməyə başlayıblar. Məsələn, vərəmlə mübarizə ilə bağlı var, sonra sağlam Pasiyyət hüquqları şəbəkəsi var, Hemofiliya xəstələri Azərbaycan Uşaq Alyansı var. Çox yaxşıdır ki, son illərdə onlar aktiv işləməyə başlayıblar və biz də xüsusilə bu qurumlarla əməkdaşlığı nəzərdə tuturuq. Sağlamlıq elədir ki, gündəliyimizdə birinci məsələdir həmişə. Ona görə belə bir görüşdə QHT-lərlə əməkdaşlıqda hər hansı bir gələcəkdə də planlanan tədbirdə sağlamlığın nəzərə almaq çox yaxşıdır. Təşəkkür edirəm ki, siz nəzərə almışsınız və gələcəkdə də xahiş edərdim ki, tədbirlərdə bununla bağlı nəzərə alasınız. Bir dənə də təklifim olacaqdır QHT-lərlə bu özəl sektorun əməkdaşlığının gücləndirilməsinə görə. Bir çox qurumlarda bilir ki, PR kommunikasiya komandaları var. Bəzən olur ki, insan resursları çatışmazlığı olur, bəzən olur digər faktorlar bu əməkdaşlığın daha dar çərçivədə olmasına şərait yaradır. Ona görə düşünürəm ki, QHT-ləri biz
bir növ tərəfdaş kimi planlama mərhələsində cəlb edə bilərik ki, onlar bizdən tərəfdaş kimi artıq masada son qərar verilməmişdən öncə iştirak eləsin və bir çox şirkətlərdə bir nəfərdir. Şirkət çağrı məsləhətləşində konsepsiya nə istəyirsiniz? Qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə, Milli QT Forumundan əməkdaşlıq edirik. Bizim təşkilatın yaranmasına Ədliyyə Nazirliyinin böyük dəstəyi olubdur. Yəni, mənim sözümün canı odur ki, bizi də nəzərə alın. Ümumiyyətlə, əməkdaşlığımız çox yaxşı alınır. Bilirsiniz ki, bizim də sahəmizdə, bizim işlədiyimiz adamlarda həm işsizlik var, həm bir çox problemlər var, sosial sahələr, yəni problemlər bugün var və qalmaqda davam edir. Bunları sizlə birlikdə həll eləmək bizim üçün çox böyük vacibdir və böyük əhəmiyyəti var. Mən birlikdə bir dənə onu demək istəyirəm ki, sizləri bizlə əməkdaşlığa dəvət eləmək istəyirəm. İnşallah ümid edirəm ki, uğurlu layihələrimiz alınacaqdır və gələcəkdə həm də onu demək istəyirəm ki, bəlkə sizlər uzun müddətdə hansısa bir vətəndaş cəmiyyəti ilə, QT-lərlə əməkdaşlıq edirsiniz, ancaq onu da nəzərə alın ki, bizlər də varıq və bizlərin də bu əməkdaşlığa böyük ehtiyacı var. Sağ olun, tamam millətlər. Bütün özel sektörün bütün nümayəndələrinə təşəkkür edirəm gəldikləri üçün. Eyni zamanda nəzərinizə çatdırmaq istəyirəm ki, bu vaxt aralığı açığı bizə o qədər imkan vermədi ki, biz bütün qurumlarla ayrıca məşğul olaq. Amma ümumilikdə mən sağ olun. Ümumilikdə onu demək istəyirəm ki, Azərbaycan Sahibkarlar Konfederasiyası hətta bir istiqaməti olaraq KSM layihələrinə ciddi önəm verir. Və bu layihələrin içində ola bilər geniş ictimaiyyət bilmir. Bəzən sahibkarların belə bir sözü var. Deyir, sağ əl verəni sol əl bilməməlidir. Və inandırım sizi ki, sahibkarlar arasında bu ideya ilə işləyənlər çoxdur. Yəni, onlar hansısa bir layihələri, hansısa bir işləri onlar ictimailəşdirməyi sevir. Amma bir hissə var ki, bunu ictimailəşdirir və mən hesab edirəm ki, bu çox düzgündür. Çünki bu korporativ sosial məsuliyyət çərçivəsində, ümumiyyətlə, korporativ idarə etmə sistemi olan şirkətlərin əksəriyyəti bunu edir. Mən sizə qeyd edeyim ki, KSM layihələri bizdə, yəni burada bir neçə şirkətimiz, özəl sektor, burada bəzi layihələri qeyd elədi. Həmin layihələr içərisində imkansız ailələrdən olan qızların universitetlərdə oxudulması üçün təqaüdlərdən tutulmuş, xaricdə oxudulmasına qədər. Eyni zamanda mən sizə bəzi məsələlər deyə bilərəm. Korporativ ümumiyyətlə sosial məsuliyyət anlamı burada göründüyündən də çox genişdir. Uzun müddətdir, yəni devlet kilsətlənir ki, Azərbaycanda vətəndaş hörməti qurumları, hətta dövlət, klass dövlət üçünü tərəfi belə bir model inkişafı maraqlı olar. Ancaq mənim üçün maraqlı nədir? Bu qədər şirkətlər var, yəqin ki, bir çoxunla da dünəndə görüş olubdur. Məsələn, bu şirkətlərdən nə qədəri start-upları maliyyələşdirir? Çünki biz cəsarət müəllimlə Berlində idik, məsələn, Avropanın bir çox ölkələrində özəl şirkətlər var ki, bizdə əsasən, yəni bunun monitoringində apara bilərsiniz, əsasən bütün qurumlar eyni istiqamətdə, Arif müəllim qızınların, Abdurrahman xanım qızınların eyni istiqamətdə təhsil, əlilliyi olan insanlar və digərlər. Yəni, fərqli bir yəni, bu şirkət bu hissəni eləyirsə, digər şirkət başqa bir hissəni götürə bilər. Biri götürək. Bu günlər, məsələn, regionlarda yetərincə ölkəsində bir uşaq olan, amma əlilliyi olmayan qadınlar var. Xanalar deyilir və bir çox məsələn, Niderlanddır, Germaniyadır, bunların bir çoxunda bunlarla bağlı təkrar çoxlar da var. Məsələn, mənim üçün maraqlıdır ki, bu şirkətlərdə hər hansı bir belə bir icmalara dəstək göstərirlər. Məsələn, sonra qənnaçılıq dedilər, özünüz bilirsiniz ki, Daşqısan bizə yaxın yedik, Gəncənin Daşqısan arası elə görürsünüz. Təsvir çalışmam getdi, niyə bilmədim. Məsələn, qənnaçılıq, Daşqısanın əhali çox da böyükdür və oranın əhalisinin əksəriyyəti evdə zaten hələ özü qışın həyatı pişirir və Daşqısan belə böyük bir yerdir ki, orada gündə böyük bir tədbirlər həyata keçirir. Bu, teknik xidməti olaraq o insanlar pişirdiklərini orada təqdim edəsinlər. Yəni, Bakı deyil, Gəncə deyil, Sumqayıt deyil. Və mənim üçün maraqlıdır ki, niyə görə
İndi əmlakçılığa üstünlük verdilər. Tam onların o torpaqla işləyən insanlarla daha başqa bir sahə ola bilər, bunlar məhsullarını Azərbaycan da satır bilərdilər. Çox sağ olun. Mən qısa münasibətim bunu. Top 5 mövzunu gördüm. Biz dedik ki, bizim tədqiqat Sənin onda müsbət daha mən əlbəttə, ola bilər bu mövzu yetki olsun, amma görməyəndə fokusda amma mən nümunə üçün Yapı Kredi Bankının Türkiyə təcrübəsini almışım. Eyni bizdədir. Onların uzun müddətli proqramlar var, elə təxminən ABB və TSV-lərdə və digər uzun çox akademiyalar tamamlanır. Dünyada kesinlikle fokusu çok ters uçur. Bir insan böyle çok mevzuatlarında dönür. Yani bizden aslında siz biraz da fokus genişlenip daha büyük şirketlere baksanız tahmini eyni şeyi görürsünüz. Yani kesinlikle mahiyetinde budur. Sosyal değerlendirme olur ama söhbət də deyil. Müasir dünən ABB bununla bağlı yaxşı bir təqdimat deyib ki, bu cinayətlər məhkəmələri bunlar da onu başa düşür. Ama 26-sında gələcək. O yaxşı təqdim edir, yeni çağırışları qeyd edir. İndi yeni çağırışlar var və yeni çağırışlar onu göstərir ki, kesinlikle baxışı biraz genişlənir. Mən əslində həm də bu tədbirləri keçirməkdə məqsədi ondadır var ki, siz dediyiniz ehtiyacı məcburiyyətlərini araşdırmalı getiriyor. O kesin, yəni bizim 5, 6, 7 top mövzuda biraz fokusu qırağa, kənara çıxır. Bəlkə biraz açıq deyimsə, kesin bıraxsam daha kreativ. Açıq görülür. Şimdi dağ mədən sənayesi elədir ki, Azərbaycan fokuslanıb özünün fəaliyyət sahəsində. Çünki orada başa düşülür, çünki onlar ekoloji yazmışdır, mesela. Amma digər şirkətlər, banklar, onların maliyyə imkanları daha böyük. Məndən azda şəxslər. Dağ mədən məzunu geçin icma etmişdir. İcma sonra deyəcək ki, yəni mənə qoyub niyə gedib başlayır? Sən tam haqlı olacaq, sonra yaxşı zaman başlayır ki, qəbul düşdür. Tamam da doğru, haqlıdır, və heç şey deyir. Amma digər şirkətlərin bir ölkə səviyyəsində onların fəaliyyət sahəsində. Onlar bir balaca kesinlikle bakışı biraz genişləndirirlər və daha yaradıcı ola bilərlər. Daha yaradıcı ola bilərlər. Bununla bağlı bizim üstümüzə düşür ki, biz də gələk ideyaları verəklər. Biz də standart ideyalara qatırıq, gedək təhlil edəcək, görüşək gərək bu söhbətləri ilə birlikdə. Gərək biz də ideyaları verək ki, məsələn, mən əminəm ki, hansısa qehtdə gedib o Zərdiyazov itburunu tapıb versəydi, mən onu götürürəm. Desək ona 100% dəstək verəcək. Biz deyək, hətta onun üstündə qazın gedərdik, kim ona birinci dəstək verirsə. Yani kreativlik bir tərəfli olmur da, bu araşdırmanı apararkən bizim hörmətli ekspertlərdən bilirlər. Əlbəttə mən də belə təhqiqlərini səsləndirdim. Bu cür də təhqiqləri səsləndirdim. Onların ekspertdir. Mənim burada çox uzun müddət görüşmə təşkilatları sahəsində çalışırıq və bu sahədə yaşamışlar. Şahin mənim bizim dayanın hüquqşünası Əhməd Abbas Bəyli ilə səfərdə idi. Bizim araşdırmaya kömək edik. O 26 kampasında olacaq. Yəni, komand olaraq biz görürük ki, burada hər iki tərəfində yeni yanaşmalı edir. Yalnız biznesi. QHT-lərdə KSM-ni qrant kimi görməlidir. QHT-lər KSM-ni qrant kimi. Amma belə görməli deyil. Bu qrant deyil. Bu şirkətlə birləşik yeni dəyər yaratır. İstək. Burada əlbət hər kəs öz mənfəəti var. Amma Süleyman həm də bir ictimai fayda. Biz bunu belə görürük ki, bu KSM təcrübəsini gelişdirməsi. Mənim perspektivim, fikrimcə necə biz bu əməkdaşlığı dəyərləşdirməliyik? Ən azı ilk olaraq müəyyən qədər bir şirkətlərlə kesinlikle fəal olan 50-60 şirkətlə belə konsultasiya edilməsi. Toplaşaq, ASK-da kömək etməsin, bizim digər asosiasiyalar, Ulalı nümayəndələr gəlsin, AVAD-da gəlsin, ASA-da gəlsin, Sivadazlı asosiasiyası. Digər də var, Yunan istehsalçıları, Mebel sənayesi istehsalçıları. Onlar da gəlsin, asosiasiyalar, bizlik və QHT-lər gəlsin və toplaşaq, bir müzakirə edək, bir başlayırdı, yanvarda məzəli bunu işləyirlər. Və bunun da dövlət tərəfindən də bunun dəstəyi var. Bunlar səbəblə rəsmlərdə də bilmir. Siz açıcı bir obra gələn şirkətlərin bir çox özelliklərdən yukarı proses. Amma zaman gedir, inkişaf edir. Ona görə təbii ki, transformasiyalar vacibdir, şərtlər dəyişir və təkcə belə deyək, transformasiya yox, eyni zamanda sahibkarlar da gözləntiləri də böyüyür, fərqli bir nəticələr əldə etmək istəyir, bütövlükdə təhsil nədən ibarətdir, təhsilləri qiymətləndirməsi istəyir. Eyni zamanda o bütün proseslərlə bağlı müəyyən bir kiçik bir
belə deyək ki, araşdırma da aparmışdı. Bu bütövlükdə layihə çərçivəsində araşdırma aparmışdı öz yerində. Zahir müəllim onun bütün təkliflərini geniş miqyasda təqdim etdi. Eyni zamanda bir qədər də bu məsələlərlə tanış olmağa çalışdım. Çünki bəzi hallarda bizim də təşkilat Konstitusiya Fondu bir çox sahibkarlar təşkilatları ilə əməkdaşlıq edir, səhmdar cəmiyyətləri ilə əməkdaşlıq edir. Bizi bir çox hallarda dəvət edirlər, ekspert qisminə dəvət edirlər. Eyni zamanda yeri gəlmişkən qeyd edim ki, şübhəsiz ki, korporativ sosial məsuliyyətdə ən vacib istiqamətlərdəndir vətəndaş cəmiyyətinin ekspert biliklərindən istifadə etmək məsələsi gəlir. Vətəndaş cəmiyyəti eyni zamanda sosial icmaya daha yaxın olan təşkilatdır və icma ilə bağlı ilk növbədə məlumatları daha yaxşı ötürərlər. Bu da hesab edirəm. Ehtiyacların düzgün qiymətləndirilməsi məsələsində